Bugün biz növbəti obyekti nəzərdən keçirəcəyik. Bu diaqramdır. Diaqramlar da Smart Art obyekti kimi müxtəlif məlumatı qrafik şəklində təsvir etməyə imkan verir. Diaqramı Word faylın içində yerləşdirmək üçün keçirik Vstavka, Insert tabına və illüstrasiya bölməsindən diaqramma, yəni diaqram düyməsini basırıq. Ekranda belə bir pəncərə açılır, diaqram pəncərəsi. Və burada sol tərəfdə diaqramların növləri görsənir. Məsəl üçün histoqram, qrafik, dairəvi, xətti və s. İstənilən diaqram növünü seçən kimi sağ tərəfdə onun alt növləri görsənir. Bu histoqramın alt növləridir. Bu qrafikin alt diaqramlardır. Görürsünüz, bir-bir seçdiyimiz diaqramın alt diaqramları görsənir sağ tərəfdə. Seçirik histoqramı və onun ən sadə variantını. Qruplaşdırma histoqramı. Ya fiquru seçirik, OK düyməsini basırıq, yaxud da 2 dəfə mışqanın sol düyməsini həmin işarənin üstündən, yəni fiqurun üstündən basırıq. Və histoqram Word faylın içində yerləşir. Bu hissə obyektdir. Bu hissə isə məlumatı doldurmaq üçün Excel faylıdır. Ümumiyyətlə Excel faylına elə böyük fikir verməyiz. Word proqramını qutarandan sonra biz Excel proqramını öyrənəcəyik. Sadəcə olaraq burada məlumatları dəyişmək lazım olacaq. Burada görürsünüz sol tərəfdə kateqoriyalar. Burada da yazılıb. İndi tutalım ki, biz yarım il ərzində hansısa bir kampaniyanın gəlirlərini qrafik şəklində görmək istəyirik. Deyək ki, ay-bay. Keçirik bura, kateqoriya olan sütuna, A sütununa və burada ayları yığırıq. Yanvar. Və fikir verirsiniz, birinci məlumat dəyişdi. Kateqoriya 1 əvəzinə burada yanvar yazıldı. Burada keçirik. İkinci sətrə yazırıq fevral. Fevral. Üçüncü sətrində mart. Sonra aprel, may və iyun. Fikir verirsiniz, bütün aylar burada yerləşdi. İndi gəlirləri yazaq. Daha doğrusu indi burada gəlirləri yazaq. Tutalım ki 25.000, 22.000 və fikir verirsiniz, diaqramda göstərilir gəlirlər. 20.000, ya ki 23.000, 35.000 və 18.000. Tutalım ki, gəlir aşağı düşür. Burada xərcləri yazaq. Deyək ki 15.000, 14.000, 13.000, 13.000, 15.000 və deyək ki 8.000. Belə edək. Və burada təmiz gəliri alırıq. Yəni
çirkli gəlirdən xərci çıxırıq. $25.000'dən çıxırıq 15.000 olur 10.000. $18.000'dən çıxırıq 8.000 olur 10.000. $23.000'dən çıxırıq 13.000 olur 10.000. Yəni bu təmiz gəlirdi. İndi gəliriz bu başlıqları da dəyişək. Yəni rəd 1, rəd 2, rəd 3. Basırıq izmini danlı, yəni məlumatı dəyiş. Və burada yazırıq. Gəlir. Bura keçirik. Yazırıq xərc. Və burada yazırıq təmiz gəlir. Və belə. Fikir verirsiniz, diaqramda bütün məlumat dəyişdi. Və fikir verirsiniz, ən çox gəlir bizdə may ayında olub. Düzdürmü? 35.000. Bax burada sizə göstərir 35.000. Təmiz gəlir 20.000. Bax 20.000. Yenə də may ayında. Əgər bu pəncərəni bağlamaq istəyirsinizsə, X düyməsini basırsınız və pəncərə bağlanır. Qaytarmaq istəyirsinizsə, keçirsiniz bu əmrə, bu danlı, yəni məlumatı seç və həm pəncərə peyda olur. Keçək bu düymələrə. Parametr razmetrik. Yəni işarələmə parametrləri. Bunları keçmişdi, keçən fiqurlarda heç nə ilə fərqlənmir. Yəni bu obyekti Word faylının içində başqa yerə dartmaq üçün mütləq bu parametrlərdən birini seçmək lazımdır. Əgər bu parametr qalırsa, onda bu obyekt yerində qalacaq. Başqa yerə dartmaq mümkün olmur. Bağlayaq bunu. Bu parametr. Diaqramın elementləri. Fikir verirsiniz. Burada hansı elementlər var? Oxlar. Quşu götürürsünüz. Və oxlar yox olur. Görürsünüz burada yox olur. Lazımdır, qaytarız yerinə qoyursunuz. Əgər bunlardan birini yığışdırmaq istəyirsinizsə, keçirsiniz bu üç bucaqla. Bu pəncərə açılır. Məsələn, şaquli və üfüqi. Hansını istəyirsiniz yığışdıra bilərsiniz. Məsəl üçün bunu yığışdıraq, şaqulini. Görürsünüz yox oldu. Amma burada qalır oxlar. Lazımdır, qaytarız yerinə. Keçək bura. Oxların adları. Fikir verirsiniz. Burada adları qoymaq olar. Əgər istəyirsiniz. İstəmirsinizsə yığışdırırsınız. Diaqramın adı. Bax, burada diaqramın adını yerləşdirmək olar. İstəmirsiniz yığışdırırsınız. Sonra bütün məlumatlar, burada olan məlumatları burada görmək istəyirsinizsə, onda burada podpisi danlıq. Yəni informasiyanı imzala. Qoyduğunuz bütün buradakı məlumatlar burada bir-bir görsənir. İstəmirsiniz yığışdırırsınız. Tablitsa danlıq, yəni məlumatın cədvəli. Görürsünüz bu cədvəl burada da görsənir. Əgər bu cədvəli bağlayıb burada cədvəl yaratmaq istəyirsinizsə, bunu basırsınız, quş qoyursunuz bura. Bu cədvəli yığışdırırsınız. Görürsünüz, həmin cədvəl burada peyda olunur. İstəmirsiniz yığışdırırsınız. Yenə də həmin cədvəli qaytarırsınız. Sonra setka. Görürsünüz, burada bir dənə xətt var belə. Üfüqi. Əgər şaquli xəttləri də istəyirsinizsə, keçirsiniz bu bucaqla və burada
Sağquli xəttlərdə qoyursunuz. İstəmirsiniz yığışdırırsınız. Ümumiyyətlə setkanı istəmirsinizsə bu quşu buradan yığışdırırsınız. Bu xəttdə gəlir, xərc, təmiz gəlir. Bu xəttə əfsanə deyirlər. Əfsanəni yığışdırmaq istəyirsinizsə quşu buradan yığışdırırsınız, yox olur. Qaytarmaq istəyirsinizsə qaytarırsınız. Keçək indi bu işarəyə. Diaqramın stilləri. Buradan diaqramın stillərini dəyişə bilərsiniz. Həm buradan, həm buradan. Fərqi yoxdur. Eyni pəncərələrdir. Buradan açsaz belə olur. Burada isə belə aça bilərsiniz. Tutalım ki, bu diaqramı seçmək istəyirik. Stili seçdik. Fikir verirsiniz, burada da dəyişdi. Rəng. Diaqramın rənglərini dəyişə bilərsiniz burada. Görürsünüz, rənglər dəyişir. Eyni şeydə buradan eləmək olar. Keçirik bura. Filtr diaqramı. Diaqramın filtrləri. Fikir verirsiniz. Burada birinci bölmədə, yəni rəd sırada 3 dənə bölmə var. Gəlir, xərc, təmiz gəlir. Bu. Tutalım ki, biz istəyirik ki, yalnız gəliri görək. Yaxud yalnız təmiz gəliri görək. Bu iki quşu buradan yığışdırırsınız və preminit, yəni təsdiq edirsiniz. Və burada yalnız təmiz gəliri görəcəksiniz. Görürsünüz, bu iki qrafa, yəni gəlirlə xərc görsənmir. Qaytarmaq istəyirsiniz, yenə də quşları yerləşdirirsiniz. Buradan da eləmək olar. İndi onu burada göstərəcəyim. Qoydunuz, yenə də həmin əməliyyatı təsdiq edirsiniz və qaytardınız. Kateqoriya bölməsində tutalım ki, siz yalnız may ayının məlumatını görmək istəyirsiniz. Buradan quşları yığışdırırsınız, təsdiq edirsiniz və yalnız may ayının gəlir, xərc və təmiz gəlirini görürsünüz. Qaytarmaq istəyirsiniz bütün ayların məlumatını. Buradan basırsınız Vыбрать все. Yəni məlumatı bərpa edirsiniz. Fikir verirsiniz. Mən bu diaqramı seçən kimi, yəni obyekti seçən kimi burada 2 dənə tab əmələ gəlir. Konstruktor və format. Yığışdıran kimi onlar yox olur. Belə vəziyyəti biz Smart Art obyektlərində də görmüşdük. Orada da 2 tab vardı. Konstruktor və format. İndi bu diaqramın tipini dəyişmək üçün belə bir pəncərə açılır. Yadınızda da buradan açmışdıq. Yəni tipi dəyişə bilərsiniz. Sonra straka, stalbet, sətir, sütun. Bir dəfə basanda belə olur. İkinci dəfə basanda köhnə variant qayıdır. Yəni sətirlə sütunun yerlərini dəyişmək olur. Və konstruktor tabında axırıncı element budur. Добавить elementi diaqramı. Diaqram maketindən bu komandadır. 3 bucağı basırsınız və görürsünüz tanış olan bir pəncərə açılır. Yəni bu pəncərələri burada da görürdük. Görürsünüz. Yəni buradan da eləmək olar, buradan da eləmək olar. Fikir verirsiniz, müəyyən komandaları 2 cür eləmək olar. Ya bu tərəfdən, yaxud bu tərəfdən. Express maket. Diaqramın maketini dəyişə bilərsiniz. Görürsünüz, cürbəcür formalar var. Hansı maketi istəyirsiniz, buradan seçə bilərsiniz. 2 kəlmədə format tabından. Format tabı ümumiyyətlə başqa obyektlərin tablarından heç nəyinə fərqlənmir. Yəni obyektin formatı dəyişə bilərsiniz. Məsəl üçün kontrolunu dəyişirik. Onun yoğunluğunu dəyişirik, rəngini dəyişirik.
İçinin rəngini dəyişə bilərik. Məsəl üçün, belə bir rəng verək. Əgər dəyişikliklər xoşunuza gəlmirsə, baxırsınız vastanavit stil. Yəni stili bərpa elə. Birinci seçdiyiniz stili bərpa eləyir. Belə. Sonra obyektin hündürlüyünü və enini buradan dəyişə bilərsiniz. Bu əməliyyatı görürsünüz, buradan da eləmək olar. İstəyirsiniz buradan, istəyirsiniz buradan. Yəni format tabı, yəni təkrar eləyirəm, başqa obyektlərin tablarından, format tabından heç nəyinə fərqlənmir. Bugünə bu qədər. Gələn dərsdə mən histoqram diaqramını başqa diaqramlarla əvəz edəcəyəm və bu məlumatların başqa formalarına baxacağıq. Yəni qrafikdə necə görsənir başqa diaqramlar. Bugünə bu qədər. Təşəkkürlər.